Deyir, istər bazar üçün yaz, istər ədəbiyyat üçün, əsas yaxşı yaz. Maraqlı yaz. Maraqlı yaz. Və bu günləri biz görürük ki, ən çox trend olan kitablar hansı kitablardır? Yəni maraqlı olan kitablardır. Ümumiyyətlə istənilən sahədə mən adicə müəllimi də deyirəm ki, maraqlı müəllim olduğun qulaq asacaqlar. Akademik tərəfin nə qədər güclüdürsə bunun fərqi yoxdur. Həqiqətən də insan maraqlı bir müəllim nə qədər savadlı danışsın. Əgər maraqlı olmadısa onu dinləməyəcək. Çox əla vurğuladınız. Bu bir çox şeydə belədir. Bəli, bir çox sahədə belədir. O ki qaldı həqiqət tərəfinə. Bunu həmişə soruşurlar, həqiqidirmi? Həqiqət romanlarda, məsələn mənim romanlarımda həqiqət bir qığılcımdır. Bir qığılcımdır, impulsdur. Amma yerdə qalanını reallıq doldurur. Və reallıq nə qədər var? Maupassant'ın sözüdür. Deyir, həqiqətpərəst yazıcı. Gide Maupassant, çox sevirəm onu. Həqiqətpərəst yazıcı deyir, odur ki, o həyatın bəsit fotosunu bizə göstərmir. O reallıqdan daha kamil, daha inandırıcı bir illüziya təqdim edir. Amma adı üstündə də axı illüziyadır da bu, yox? İllüziyadır, amma o bizə təsir edir. Bizi kövrəldir. Dopamin artırır, hə? Dopamin ifraz olur. O bizi kövrəldir. Anna Karenana'nın ölümünə kim ağlar? Bəli. Yəni o bizi kövrəldir, o bizə təsir eləyir. Və yazıcının əsas məqsədi o olmalıdır ki, həqiqətdən payı olsun. Amma onu bədii təfəkkürün süzgəcindən keçirməlidir. Mütləq. Və mütləq şəkildə o bayaq sual verdiniz ki, çox qısa cavab verdim ki, bəli yaza bilər. Hamı yaza bilərmi? Bəli yaza bilər. Amma yazı yazmaqdan ötürü sən gərək çoxlu kitab oxumuş olasan ki, bədii təfəkkürdən necə keçirəcəksən? O olacaq əgər ədəbiyyat oxumamış bir yazı aqrar təfəkkürün məhsuludur.